İkinci Dünya müharibəsində Almanların batmayan bir gəmisi olur, Bismarck. Yəni, bu çox məşhur gəmidir. Bura bilinməyən bir naməlum matros ağlı qaralı bir pişik gətirir və bu pişik matroslar başlayırlar ki, gəmiyə pişik gətirmək uğursuzluqdur falan filan. Baş matros deyir ki, yox, yaxşıdır, qoy gəlsin. Pişik gəlir, pişiyin gəlməyi üstündən 5 gün keçməmiş batmayan Bismarck gəmisi 6 dənə İngilis gəmisi tərəfindən mühasirə alınıb batırılır. 2200 heyətin hamısı ölür, 100 nəfər sağ qalır səhv etmirəmsə və bir dənə pişik sağ qalır orada. Həmin pişik sağ qalır və həmin pişik İngilislər tərəfindən xilas olunur. Kazak adlı gəmi tərəfindən. Kazak adlı gəmi tərəfindən bunu sevilir və pişiyə Oskar adını verirlər. Çox sevirlər pişiyi, xoşlarına gəlir. Üstündən 2 gün keçmədən Oskar gəmisi də batırırlar. Təzə o da batırılır. Oskar gəmisi batır. Bunu bu dəfə yenə başqa bir İngilis gəmisi. Ölmür o pişik. Ölmür. Gençler hayırlı akşamlar. Oradan 7 zanı var. Sonra pişiyi başqa bir İngilis gəmisi xilas edir. Baxırlar, sevirlər, xoşlarına gəlir və buna O batır. 100% indiyənə kimi sağdır o pişik. O əslində ikinci dünya müharibəsi o pişik üstündə idi. Buna batmayan Sem adını verirlər və biraz çəkirlər dənizdən ki, biraz sahildə qalsın falan. Amma yenə bir dənə naməlum matros onu götürür, gətirir İngilislərin yenə batmayan bir dənə gəmisi var ona, Ark Royal adlı. Nə hikmətsə içindən 2 gün, 3 gün sonra təzən həmin gəmini də batırırlar. Heyətin hamısı ölür və yenə pişik sağ qalır. Döyüş vaxtı. Müharibə vaxtı gəmini hər tərəfdə mühasirələr, bir dənə həmin pişik sağ qalır yenə. Pişiyi xilas edirlər. Yenə həmin legion gəmisiləri onu xilas edir. Bu dəfə özündə saxlayır. Üstündən bir gün keçməmiş həmin gəmini də batırırlar. Məncə o pişik SS-in agenti idi. Ümumi 5 dəfə gəmi batırır. 5 dəfə gəmi batırır və axırda o pişiyi bir dənə İngilis general götürür, deyir ki, qurtardım söhbət. Bundan sonra gəmidə olmamaq O məşhurlaşan. Belfast ona batmayan Sem adını deyir. 5 dənə gəmi batırır, 4000-dən çox adam ölür, amma bütün gəmilərdən sağ çıxır necəsə və axırda 1950 neçənci illərə qədər sağ qalıb və bir dənə generalın evində belə qəşəng Neçə 12-13 ildə yaşayıb da. Ondan sonra 10 ildən Məqsəd bəlkə də o generala çatmaq idi də.